Hər vaxtınız xeyir əziz izləyicilər. Təcili bir mənzilimiz satışa çıxdı. Həzrət İslam metrosunun çıxışında da qanuni 3 otaqlı mənzildir. Hal-hazırda mənzilin geniş olan qonaq otağındayıq. Mənzildə hal-hazırda yaşayış yoxdur. Təmir səviyyəsi yaxşı vəziyyətdədir. Qaz, su, işıq daimidir. İstilik sistemi, kombi sistemidir. Əşyaların demək olar ki, yarıdan çoxu qalacaqdır. Mənzilin geniş olan dəhlizi, giriş qapısının sağ tərəfində dəhliz mebeli yığılıb. Sol tərəfində sanitar qovşaq yerləşir. Sanitar qovşaq bir yerdədir, bütün aksesuarları var. Mənzilin mətbəxi də genişdir. Mətbəxin qarşısında açıq eyvanı var, kombi aparatı, qaz sayğacı quraşdırılıb. Mətbəxdə bir dənə soyuducudan başqa bütün mebel, texnika hamısı qalacaqdır. Mənzilin yan-yana olan 2 dənə yataq otağı, birinci yataq otağı, bu yataq otağında mebellər hamısı qalacaq və ikinci əsas böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Buradakı mebellər çıxacaq. Yataq otağının ölçüsü genişdir, qarşısında açıq eyvanı var. Əziz izləyicilərimiz, gördüyünüz bu mənzil 17 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Qanuni 3 otaqlı mənzildir. 118 kvadrat ümumi sahəsi var. Sənəd, çıxarış, ipotekaya da tam yararlıdır. Qiymət 220 min manat. Kimə maraqlı olsa buyurub zəng edə bilər. Sağ olun, bizi izləmədə qalın.